Selam uşaqlar. Biz bugün dərsliyimizin 161, 162, 165 və 166-cı səhifələrini yerinə yetirəcəyik. Gəlin suallarla bir-bir tanış olaq. Birinci sualımız Azərbaycan dili fənni. Hansı cümlədə qorxu bildirən söz var? Vay, əlim yandı. Hey, uşaqlar, biz buradayıq. Bəh, nə gözəl ətirdi. Oy, çox gözəl görünürsən. İndi bunların hansında sizcə qorxu var uşaqlar? Əlin yanmağı. Vay, əlim yandı. A bəndini götürdük. Hansı söz yazıldığı kimi oxunmur? Dadlı, qarpız, lampa, məlhəm. Qarpız yazırıq, qarpız deyirik. Lampa yazırıq, lampa deyirik. Məlhəm yazırıq, məlhəm deyirik. Dadlı yazırıq, dadlı deyirik. Tıdı, lı olur. Dadlı deyirik. Deməli, fərqli tələffüz olunan söz dadlı sözüdür. Aşağıdakilərdən hansı mətnin giriş hissəsi ola bilməz? Mətnin giriş hissəsində məkandır, hər hansı bir qəhrəmandır, yəni ki, obrazdır. Onun haqqında ümumi məlumat verilir. Bir çoban ağacın kölgəsində yatmışdı, ola bilər. Bir gün qarışqa dərəyə düşmüşdü, ola bilər. Nəhayət öz doğma torpaqlarına qovuşdu. Burada nəhayət sözü var. Yəni sonluq bildirir. Nəhayət öz doğma torpaqlarına qovuşdu. İsti bir yay günü idi. Giriş cümləsi ola bilər. Nəhayət nəticə bildirir uşaqlar. Nəticə də mətnin sonluq hissəsində, nəticə hissəsində olur. Ona görə də C bəndi giriş hissəyə aid ola bilməz. Hansı söz səhv yazılmışdı? Tütək, çərpələng, ələk, hörümçək. Tütək, ələk, hörümçək düz yazılıb. Amma çərpələng sözündə səhv var. Çərpələngi olmalıdır. B bəndini götürdük. 5-ci sualımız. Verilmiş sözlərdən hansı həm ad, həm əlamət, həm də hərəkət bildirir? Həm ad, həm əlamət, həm hərəkət. Yəni həm isimdir, həm sifətdir, həm də feildir. Deməli, bu söz amonim sözdür. Yazılışı, deyilişi eynidir, mənaları fərqlidir. Biz amonimlər keçəndə nə demişdik? Yazılışı və deyilişi eyni, mənaları fərqli olan sözlərə amonimlər deyilir. Amonimlər eyni nitq hissəsinə də aid ola bilər, fərqli nitq hissəsinə də aid ola bilər, yəni müxtəlif nitq hissəsi də ola bilər. Say, yer, liman, düz. Uşaqlar, sizcə indi burada hansının 3 mənası var? Hansının 3 mənası var? Və isim, sifət, feil kimi səslənə bilər. Say. Say, rəqəm saydır, isim, neysə saymaq feil. Burada 2 məna var. Yer. Biri var yer planeti, bir də var yerdə, yəni ayağımızın altı yer. Bu iki mənası var, ikisi də isimdir. Liman sözünün bir mənası var. Düz. Doğru cavab düz götürürük. Niyə? Biri var deyirəm ki, stəkanları süfrəyə düz. Nə et? Düz. Oldu feil. Biz düz yolla gedirdik. Necə yolla? Düz yolla. Bu oldu sifət. Bir də var deyirəm ki, sözün düzü. Nəyi? Düzü. Yəni düz, həqiqət mənasında verilir. D bəndini götürdük. 6-cı sual. Hansı cümlədə nəzakətli ifadə işlənmişdir? Nəzakətli ifadə. Zəhmət olmasa, xahiş edirəm, buyurun və s. Dostum yarışmada medal qazandı. Yavaş addımlarla mənə tərəf gəldi. Mən bu sualın cavabını bilirəm. Aldığım hədiyyə üçün təşəkkür edirəm. Nəzakətli söz, təşəkkür edirəm. D bəndində verilmişdir. Verilmiş sözlərdən mənalı cümlə qursaq, hansı söz kənarda qalar? Əli oxuyur qədər yaxşı, dərslərini çox. Deməli, biz bu sözlərdən 5-indən cümlə qurmalıyıq. Biri artıq qalacaq. Yəni, heç aidiyyatı yoxdur bizim cümləyə. Gəlin belə quraq. Əli dərslərini çox yaxşı oxuyur. Əli dərslərini çox yaxşı oxuyur. Cümləni alındırdıq. Hansı sözdən istifadə etmədik? Qədər sözündən istifadə etmədik.
Hansı cümlədə altından xətt çəkilmiş söz icraçıdır? Yəni işi icra eləyən, işi görən. Müəllim dərsi izah etdi. Bizim sinif çox çalışqandır. Mən 1-ci sinifdə oxuyuram. Təzə çətirimi itirdim. Altına xətt çəkilmiş sözləri müəllim, çalışqandır, sinifdə itirdim. B bəndi ilə D bəndindəki altına xətt çəkilmiş sözlər icraçı deyil. C bəndində hərəkətin harda icra olunduğudur. O da icraçı deyil, məkandır. Düzgün cavab A bəndidir. Müəllim dərsi izah etdi. İcraçımız burada kimdir? Müəllim. Yəni dərsi izah edən şəxs müəllimdir. Nöqtələrin yerinə hansı nəzakətli ifadə uyğun gəlir? Əhməd mənə qələm ver. Əhməd mənə qələm ver. Əgər nəzakətli ifadə yerləşdirməsək, əmr cümləsi olur. Düzdür? Zəhmət olmasa, təbrik edirəm, baş üstə minnətdaram. Sizcə hansı olacaq burada? Zəhmət olmasa. Əhməd, zəhmət olmasa, mənə qələm ver. 10-cu sualımız. Aşağıdakı cümlələrdən hansı alqışdır? Yəni, xoş söz, xoş niyyətlə deyilmiş bir ifadə. Qəhrəmanlar heç vaxt unudulmur. Vətən torpağı əzizdir. Süfrən daim açıq olsun. Əskərlər torpağı düşməndən qoruyurlar. İndi bunların hansında alqış var? Yəni, kiməsə xoş söz deyirik, xoş dilək eləyirik, xoş niyyət deyirik. Süfrən daima açıq olsun. 161-ci səhifəni bitirdik. Keçirik 162-ci səhifəyə. Hansı idman növü haqqında verilmiş məlumatda çoxluq bildirən söz var? Çoxluq bildirən söz. Çoxluq bildirən söz hansı şəkilçi ilə düzəlir? Lar, lər şəkilçisi ilə düzəlir. Güləşin yaranma tarixi 1000 il əvvələ təsadüf edir. Boks çətin idman növüdür. Futbol 11 nəfərdən ibarət ənənəvi komandalar arası oyundur. Voleybol hər biri 6 nəfərdən ibarət komanda arasında oynanılır. İndi bizə hansı şəkilçi lazım idi? Lar, lər şəkilçisi, düzdür? Lar, lər də hansında var idi? Komandalar. Baxın, burada lar, lər var. C variantını götürdük. İkinci sual. Hansı söz verilmiş sxemə uyğundur? Sözün kökü necə sualına cavab verir? Yəni sifətdir. Və ona çi, peşə əmələ gətirən leksik şəkil çağırtırmışıq. Çəkməçi, pambıqçı, əlaçı, yazıcı. Əvvəlcə sözlərin köklərinə baxırıq. Çəkmə sözün kökü, çi leksik şəkilçi. Pambıq sözün kökü, çı leksik şəkilçi. Əla sözün kökü, çı leksik şəkilçi. Yaz, yazı, yazıcı. Yazmaq sözün köküdür, yazı isim əmələ gəlir, sonra olur yazıcı. Bizə deyir ki, sözün kökü necə sualına cavab versin. Çəkmə, nə? Pambıq, nə? Yazmaq, nə? Yazı, yazmaq, nə etmək? Yazı, nə? Sualına cavab verir. İndi gəlin əlaya sual verək. Əla, necə? Əla. Deməli, burada sözün kökü sifətdir və ona çı şəkilçisi artırmışıq. Üçüncü sualımız. Hansı atalar sözündə ahəng qanuna tabi olmayan söz və ya sözlər var? Ahəng qanuna tabi olmayan. Dost, yolunda, can, qurban. Burada hamısı yerindədir. Dost, dar, gündə, tanınır. Burada da hamısı yerindədir. Və biz demişdik ki, bir hecalı sözləri ümumiyyətlə təhlil eləmirik. Çünki orada ikinci sait olmalıdır ki, müqayisə eləyə bilək. Tək əldən səs çıxmaz. Aha. Cahilə qoşulan cahil olar. Baxın, burada iki dənə sözdə həm qalın, həm incə sait var. Deməli, burada ahəng qanuna tabi olmayan sözlər verilmişdir. Cədvəldə bəzi sözlərin izahlı lüğətdə yerləşdiyi səhifə nömrəsi qeyd olunmuşdur. Səhifə nömrəsi qeyd olunmuşdur.
Gilas 83-cü səhifə, xəttkeş 87-ci səhifə. Deməli 80-ci səhifəni bizdən istəyir. Yəni ki, uşaqlar, X hərfi, G hərfi. Demək, G-dan sonra X, G-dan əvvəl nəsə gəlib ki, o ondan əvvəlki səhifədə yerləşib. İndi sizcə bu söz hansı sözdür? Jurnal, pambıq, heyva, fəvvarə. Əgər əlifba sırasını nəzərdən keçirsək, G-dan əvvəl H gələ bilməz, P gələ bilməz, J gələ bilməz. G-dan əvvəl nə gələ bilər? F hərfi. Ona görə də fəvvarə sözünü götürdük. Deməli, 80-ci səhifədə fəvvarə sözü ola bilər. Var deyə bir şey yoxdur ya. Yəni, ola bilər. Çünki G-dan əvvəl H, P və ya J gələ bilməz. 5-ci sualımız. Hansı cümlədə vergül işarələri buraxılmışdır? Vergül işarəsi sadalanan sözlər arasında qoyulur. Azərbaycan xalqı zəfər günlərini yaşayır. Burada vergülə ehtiyac yoxdur. Mən, bacım, qardaşım axşam şəhərə yola düşdük. İndi baxın, sayır. Mən, bacım, qardaşım. 3 dənə sadalanan söz var. Mən, bacım, qardaşım axşam şəhərə yola düşdük. Vergüllər ilə burada da buraxılmışdı. 6-cı sual. Aşağıdakı cümləyə hansı sözü əlavə etsək, cümlə genişlənər. Külək olduğu üçün inəklər çöldən tez qayıtdı. Külək olduğu üçün inəklər çöldən tez qayıtdı. Çəmənlik, çoban, şiddətli yaxşılıq. Aşağıdakı cümləyə hansı sözü əlavə etsək, cümlə genişlənər. Çəmənlik, çoban, yaxşılıq, şiddətli. Şunlar, burada şiddətli sözünü götürürük. Şiddətli külək olduğu üçün inəklər çöldən tez qayıtdı. Şiddətli sözünü artıra bilərik. 7-ci sualda əvvəlcə bizə verib mətn. Mətni oxuyub, sonra o mətnə aid suala cavab veririk. Kərim parka getmək üçün anasından icazə aldı. Yolu keçməyə çalışarkən yaşlı bir qadınla rastlaşdı. Tez qadının yanına getdi. Ona yolu keçmək üçün kömək etdi. Yaşlı qadın Kərimə təşəkkür etdi. Kərim ehtiyacı olan birinə kömək etdiyi üçün çox xoşbəxt oldu. İndi görək burada bizdən nə istəyir? Mətndə aşağıdakı hekayə ünsürlərindən hansı verilməmişdir? Məkan, zaman, baş qəhrəman, məzmun. Məzmun var. Çünki nədən söhbət getdiyi deyilir. Baş qəhrəman da var. Baş qəhrəmanımız kimdir? Kərimdir. Məkan da var. Hadisələr harda baş verir? Yolda. Amma zaman yoxdur. Hansı fəsildir? Həftənin hansı günüdür? Saat neçədir? O haqda heç bir məlumat yoxdur. 8-ci sualımız. Hansı cümlənin tərkibində aşağıdakı sualların cavabı var? Kim nə etdi? Deməli, icraçı da var. Kim sualına cavab verir? Nə etdi? Xəbər də var. Yəni, hərəkət də var. Balaca Arzu kök yeməyi çox xoşlayır. Bir də ki, nə etdi sualına cavab verirsə, deməli, hərəkət keçmiş zamanda olub. Hansı zamanda olub? Keçmiş. Xoşlayır indiki zamanda. Deməli, A bəndi olmayacaq uşaqlar. Biz tezliklə sizinlə əlaqə saxlayacağıq. Acaq-əcək gələcək zamandadır. Deməli, bu indiki zaman, bu gələcək zaman, deməli, bu da deyil. Lamiyə sualın cavabını xeyli fikirləşdi. Keçmiş zaman. Kim? Lamiyə. İndi, Lamiyə sualın cavabını xeyli fikirləşdi. Kim fikirləşdi? Lamiyə yerindədir. Nə etdi? Fikirləşdi. Görürsünüz? Zamanlama uyğun oldu. Dostlar gündə tanınar. Bu da keçmiş zamanda deyil. Düzgün cavab C bəndini götürdük. 9-cu sual. Hansı cümlə yalnız qalın saytlı sözlərdən ibarətdir? Yəni, orada ancaq və ancaq qalın saytlar var. Qalın saytlar hansıdır? A, I, O, U.
A bəndində Ü var, İ var, Ə var. Deməli, A bəndi olmayacaq. Düzdürmü? Ağıl yaşda olmaz başda. Onlar hamısı qalındır. C bəndində E, Ə, Ö, Ə, bu da o deyil. Cəmaət meydanda toplaşdı. Bir dənə burada E hərfi koruyur. Deməli, bu da deyil. Düzgün cavabımız ağıl yaşda olmaz, başda olar. Saitlərin hamısı qalındır. 10-cu sualımız. Neçə nömrəli sözlər təsdiq bildirir? Deməli, sözlər həm təsdiq bildirir, həm inkar. İnkar şəkilçisi hansı idi? Ma, mə. İndiki, deməli, keçmiş zamanda ma, gələcək zamanda ma, indiki zamanda isə olur mı. İndi bizdən təsdiq istəyir, inkarı yox. Yazmır, inkardır. Yatdı, təsdiqdir. Gedir, təsdiqdir. Oxumadı, inkardır. Bizdən təsdiq istəyir. Təsdiq olanlar 2 ilə 3. Bu da var B bəndində. Azərbaycan dilinin suallarını yeni yetirdi. İndi keçirik riyaziyyata. Hansı müqayisə doğrudur? Əvvəlcə bunların uşaqlar modellərini ədədə çevirməliyik. Deməli, 2, 1, 2, 3, 4, 5, 6, 26, 2, o da 4. 26, 24-dən böyükdür. Yanlış. 1, 1, 2, 3, 4, 5, 15, 12. 15, 12-dən böyükdür və doğru. Elə bizdən də doğru cavabı istəyirdi. Amma digərlərini yenidə yoxlayaq. 42, 1, 1, 2, 3, 4, 5, 6, 16. 42, 16-dan böyükdür. Yanlışdır. 13, 26, 26. 13, 26-dan kiçikdir. Bu da yanlışdır. Düzgün cavab B-ni götürdük. Verilmiş ədədlərin artan sıra ilə düzülüşü. 32, 45, 57. 32, 45, 57-ni yerləşdirməliyik. 20 ilə olmayanları silim və izah edeyim ki, niyə silirik. 20 ilə 30 arasında 21-dən 29-a qədər olan ədədlər olur. Düzdür? Deməli, bu uyğun deyil. 40 ilə 50 ilə başlayıb, amma burada 32 var. 32 nəyin arasında yerləşir? 30 ilə 40-ın arasında. Deməli, bu da deyil. 32, 45 50-dən öncə gəlir. 50-dən öncə gəlir, amma burada 50-dən sonralar verilib. Deməli, bu da deyil. Düzgün cavabımız A bəndidir. 50-dən öncə gəlir 32, 45, 50 ilə 80 arasında da 57 yerləşə bilər. Deməli, düzgün cavab A bəndini götürdük. 3-cü sual. 67 çıx 15 ifadəsinin nəticəsi hansı onluğa yaxındır? 67-dən 15 çıxaq. 7-dən 5, 2, 6-dan 1, 5. Edir 52. İndi uşaqlar, 52 hansı onluqlar arasında yerləşir? 50 ilə 60-ın. Düzdür? İndi 52 sizcə ədəd oxunu nəzərə gətirsək, hansına yaxındır? 50-yə yoxsa 60-a? 50-yə. D bəndini götürdük. 56 böl 8 qismətində bölünəni 2 dəfə, böləni 4 dəfə azaltsaq, alınan qismət neçə vahid dəyişər? 56 böl 8 neçə edir? 7. Deyir, indi böləni 2 dəfə azalt. 56-nı 2 dəfə azaltsam eləyir 28. Böləni 4 dəfə azalt. 8-i də 4-ə bölsəm eləyir 2. 28-i də 2-yə bölündə uşaqlar eləyir 14. Cavab əvvəl nə idi? 7. İndi nə oldu? 14. Düzdür? 7 oldu 14. Artdı. Neçə vahid artdı? 7 vahid artdı. B bəndini götürdük. 8 kiloqram armudun qiyməti 24 manatdır. 8 kiloqramı 24 manatdırsa 1 kiloqramını tapmaq üçün 24-ü bölürük 8-ə. O da eləyir 3. Deməli, armudun 1 kiloqramı 3 manatdır. Ata 4 kiloqram armud aldı. 4 kiloqram armud. Əgər 1 kiloqramımız 3 manatdırsa, 4 kiloqramımız neçə olacaq? 12 manat.
armud aldı və satıcıya 20 manat pul verdi. Satıcı ona pul qaytarmalıdır da, düzdür? Nə qədər qaytarmalıdır? 20-dən çıxırıq 12-ni. O da eləyir 8 manat. Deməli, satıcı ona 8 manat pul qaytarmalıdır. 6-cı sual. Nadir 2 həftəyə neçə stəkan su içər? 2 həftə. Gündə 3 stəkan içir. Gündə 3 stəkan içirsə, şola, bir həftədə neçə gün var? Bir həftədə 7 gün var, düzdür? Əvvəlcə bir həftəni tapaq. Ki, neçə stəkan olacaq? Gündə 3 stəkan içirsə, 7 günə 21 stəkan eləyəcək. Neçə stəkan eləyir? 21 stəkan. Əgər bir həftəyə 21 stəkandırsa, 2 həftəni tapmaq üçün 2 dənə 21-i toplayırıq. O da eləyir 42 stəkan. A bəndini götürdük. Aşağıdakı fiqurlardan hansını dairə çəkərkən istifadə edə bilərik? Dairə çəkərkən. O dairə çəkmək istəyiriksə, həmin fiqurun oturacağı dairə olmalıdır. Məsəl üçün, kubun oturacağı kvadratdır. Kürənin oturacağı yoxdur ümumiyyətlə. Üçbucaqlı prizmanın oturacağı üçbucaqdır. Silindrin oturacağı isə dairədir. Yəni biz, məsəl üçün, dairə çəkmək istəyirsiniz, stəkan götürün, stəkanı qoyun və onun kənarları ilə qələmi hərəkət elətdirin. Alınacaq nə? Dairə, yəni silindir. Formasından istifadə etməliyik. 8-ci sual. Aşağıdakı A və B tərəzilərinə görə ölçmələrdən hansı doğrudur? Əvvəlcə A, B tərəzisinə baxaq. 1 kvadrat 2 dairəyə bərabərdir. Deməli, 1 kvadrat 2 dairəyə bərabərdir. Bir düzbucaqlı isə 6 dənə dairəyə bərabərdir. 6 dənə dairə. İndi uşaqlar, burada 2 bunları ayırsaq, 2 dairə 1 kvadrat idi da, düzdür? 1 kvadrat, 2 kvadrat, 3 kvadrat. Deməli, bu həmçinin 3 kvadrata bərabər olacaq. Yəni, bir düzbucaqlı 3 kvadrata bərabər olmalıdır. Bax, 1 kvadrat 2 dairə deyildi. Mən bunları 2-2 ayırdım. 1 kvadrat, 2 kvadrat, 3 kvadrat. Deməli, 6 dənə dairə 3 kvadrata bərabərdir. Nəticədə onda bir düzbucaqlı 3 kvadrata bərabərdir. O da var A bəndində. Fəza fiquru hansıdır? Deməli, fiqurlar 2 cür olur uşaqlar. Həndəsi fiqurlar, fəza fiqurları. Həndəsi fiqurlar kvadrat, düzbucaqlı, romb, parallelogram, trapesiya, üçbucaq və digərlərdir. Fəza fiqurları kub, kuboid, kürə, silindir, konus və digərlərdir. Və fəza fiquru ilə müstəvi fiqurun fərqi nə idi? Müstəvi fiqurları düz səthdə çəkilir və onların həcmi yoxdur. Amma fəza fiqurlarının həcmi var. Dairə həndəsi fiqurdur, kvadrat həndəsi fiqurdur, romb həndəsi fiqurdur, kub isə fəza fiqurudur və bizdən kub istəyirdi. Fəza fiqurunu. 10-cu sualımız. Bugün məktəbə 2 ədəd 1 manatlıq, 2 ədəd 1 manatlıq edir 2 manat. 4 ədəd 50 qəpik. 4 ədəd 50 qəpik eləyir 200 qəpik. Onu da manata çevirəndə bu da eləyir 2 manat. 5 ədəd 20 qəpik. 5 ədəd 20 qəpik eləyir 100 qəpik. 100 qəpik də manata çevirəndə bu da eləyir 1 manat. Pul gətirdim. İndi bugün məktəbə 2 manat, 2 manat, 1 manat pul gətirdim. İndi mən nə qədər pul gətirmişəm? 2, 2, o da 1. Mən 5 manat pul gətirmişəm. Düzdür? Aytən məktəbdə 2 manat xərcləsə, nə qədər pulu qalır? Deməli, 5 manatı var idi. Oradan 2 manatını xərclədi. Xərcləyəndə pulumuz azalır da, düzdür? 5-dən 2 manata çıxanda qalır 3 manat. Növbəti sualımız. Şəkildə verilənlərə əsasən Asif ilə məktəb arasındakı məsafə. Asif ilə məktəb arasındakı məsafə, yəni 25 metrdir.
Asifgilin evi ilə məktəb arasındakı məsafə isə 43 metrdir. Asif ilə evlər arasındakı məsafə nə qədərdir? Uşaqlar, bax buradan bura nə qədərdir? 43. 43-ün 25-i verilib, amma bu hissəsi verilməyib. Toplanan cəm kimi baxırıq. Məhsul toplananı tapmaq üçün 43-dən 25-i çıxırıq. Yəni cəmdən məlum toplananı çıxırıq. 3-dən 5 çıxmaq olmur. 4-dən pay götürürük, 3-ə pay veririk. 13-dən 5, 8, 3-dən də 2, 1. Deməli, bura neçə olacaq? 18 metr. B bəndini götürdük. İkinci sual. Hansı əməldə azalan və çıxılanı ən yaxın onluğa tamamladıqda alınan fərq dəqiq fərqə bərabərdir? Sualı bir də oxuyuruq. Azalan və çıxılanı ən yaxın onluğa tamamladıqda alınan fərq dəqiq fərqə bərabərdir. Aha, gəlin başlayaq bir onda həll edək uşaqlar. 63-dən 43 çıxanda neçə qalır? 20. 71-dən 59 çıxanda 12. 74-dən 36 çıxaq. 38. 63-dən də 42 çıxaq. 63-dən 42. 21. Dəqiq fərqləri tapdıq, düzdür? İndi təqribi fərqləri tapırıq. 63-ü ən yaxın onluğa tamamlasam eləyir 60. 43-ü ən yaxın onluğa tamamlasam eləyir 40. Yəni uşaqlar, biz bayaq bunu izah elədik. Bax 63 nəyin arasında yerləşir? 60 ilə 70-in. 63 60-a yaxındır yoxsa 70-ə? 60-a. Biz yuvarlaqlaşdırmanı tam dəqiq formada 3-cü sinifdə keçəcəyik. Keçmədiyimiz üçün ki də bu qaydada izah edirik. 63 60-a yaxındır. 43 nəyin arasında yerləşir? 40 ilə 50-nin. 43 40-a yaxındır yoxsa 50-yə? 40-a yaxındır. İndi 60-dan 40-ı çıxırıq. Bax, dəqiq cavabımız 20 idi, düzdür? İndi təqribi cavab. 60-dan 40-ı çıxırıq, eləyir 20. Elə cavab uşaqlar A bəndidir. Baxın, dəqiq cavab təqribi cavaba bərabər oldu. Amma məsəl üçün, gəlin bax, bunu yoxlayaq. 74-ü nəyə yuvarlaqlaşdırırıq? 70-ə. 36-nı da yuvarlaqlaşdırırıq 40-a. 70-dən 40 çıxanda nə qalır? 30. Amma burada cavab nə idi? 38. Görürsünüz, bunlar bərabər deyil. Bizdən də deyildi ki, bərabər olmalıdır. O da A bəndini götürdük. Üçüncü sual. Adil hər gün 8 səhifə oxumaqla 5 gün kitab oxudu. Hər gün 8 səhifə və 5 gün kitab. Yəni 5 dənə 8. Eləyir neçə? 40. 40 səhifə oxuyub. O 6-cı gün 10 səhifə oxuyub. Deməli, bax 40 səhifəni oxuyub. Həftənin 5 günü 8 oxuyub, eləyib 40. 6-cı gün isə 10 səhifə oxuyub. Deməli, 40 var idi. 6-cı gündə 10 oxudu. Ümumi neçə səhifə oxuyub tapmaq üçün 40-ın üstünə 10-u gəlirik. 40-ın üstünə 10 gələndə eləyir 50. Deməli, 6 gün ərzində 50 səhifə oxumuşdu. Turalın əkdiyi ağacın hündürlüyü 1 metr 68 santimetrdir. Sahibin əkdiyi ağacın hündürlüyü 1 metr 17 santimetrdir. Turalın əkdiyi ağac sahibin əkdiyi ağacdan nə qədər hündürdür? Deməli, 1 metr 68 santimetr, 1 metr 17 santimetr və bunların fərqini istəyir. Fərq nədə olur? Çıxmadı. Deməli, biz bunları çıxmalıyıq. 1 metr 68 santimetrdən 1 metr 17 santimetri çıxırıq. Metrlər çıxılanda metrlər artıq olmur. 1 metrdən 1 metri çıxsaq qalır 0 metr. Deməli, əlimizdə artıq metr yoxdur. Biz işləyirik santimetrlə. 68 santimetrdən 17 santimetri çıxırıq. 8-dən 7, 1, 6-dan da 1, 5. 51 santimetr fərqləri var. 5-ci sual. Aynurun çəkisi 28 kiloqramdır. Bacısı Aynurdan 6 kiloqram çoxdur. 6 kiloqram çox. 28-in üstünə 6, 34. Deməli, bacısı da 34 kiloqramdır. Onların birlikdə çəkisi nə qədərdir deyir. Deməli, Aynurun çəkisi 28-dir. Bacısının çəkisini tapdıq. 34-dür. İkisinin bir yerdə istəyir. 28 ilə 34-ü toplayırıq. 8-in üstünə 4, 12, 2 yazdıq. Bir yadda, 2-nin üstünə 3, 5, bir də yadda 6. Deməli, ikisi bir yerdə 62 kiloqram ağırlıqdadır.
6-cı sualımız. Aşağıdakı cədvəldə Samirin ev tapşırıqlarına sərf etdiyi vaxt göstərilmişdir. Samir ev tapşırıqlarına cəmi neçə dəqiqə vaxt sərf edir? Azərbaycan dilinə 18 dəqiqə vaxt sərf edir, riyaziyyata 25 dəqiqə, informatikada 16 dəqiqə və bizdən bunları nəyini istəyir? Cəmini, yəni bunların toplanmasını. 8-in üstünə 5, 13, 13-ün üstünə 6, 19. 9 yazdıq, 1 yadda. 1-in üstünə 2, 3, 3-ün üstünə 1, 4, 1 də yadda, 5. Deməli, cavab elədi 59 dəqiqə. V bəndini də götürdük. Nərminəyə kömək edin. Eləyək də. 24-ü neçəyə bölsək 6 eləyər. 4-ə bölsək. 9-u neçəyə vursaq 27 eləyər. 3-ə vursaq. 9-u neçəyə vursaq 54 eləyər. 6-ya vursaq. Boş xanadakı ədədlərin cəmini tapın. Yəni 4, 3, 6-nın cəmi. 6 ilə 4, 10, o da 3, 13. Cavab D bəndində verilmişdir. Tutumu 32 litr olan bidonla 20 litr süd var. Deməli, bidon tutur 32 litr, amma orada 20 litr var. Yəni tam dolu deyil. Tam doldurmaq üçün bidona 2 litrlik qabla neçə dəfə su tökmək lazımdır? Deməli, uşaqlar, bizə lazımdır 32. Əlimizdə var 20. Əvvəlcə tapmalıyıq nə qədər çatmır. 32-dən 20-ni çıxırıq. Edir neçə? 12. Dilində 12-ni 2 litrlik qablarla neçə dəfəyə doldurarıq? Yəni 12-nin içində nə qədər 2 var? 12-ni 2-2 bölüşdürün deyir. 12-ni bölürük 2-yə. O da eləyir 6. Deməli 6 dəfə 2 litrlik qabla su təksək eləyir 12 litr və dolur bidonumuz. 9-cu sual. Bir tilinin uzunluğu 10 santimetrdir. Yəni, bu var ha, bir xət 10 santimetrdir. Olan kubun bütün tillərinin uzunluqlarının cəmi neçə desimetrdir? İndi baxın, sualı sizə santimetrlə verir. Amma cavabı desimetrlə istəyir. Uşaqlar, kubun neçə tili var? Kubun 12 tili var. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Kubun 12 dənə tili var. Yəni 12-ni vururuq 10-a. Ədədi 10-a vuranda 0-a fikir vermirik. 12-ni 1-ə vururuq. 12 və o 1 0-ı artırırıq yanına. Bu da elədir 120 santimetr. Amma cavabı bizdən desimetrlə istəyir. 1 santimetr. 1 desimetr neçə santimetrdir? 10 desimetrdir. 10 santimetrdir. Deməli 1 desimetr 10 santimetrdir. Düzdür? Bunu da onda avtomatik 10-a böləndə eləyir 12 desimetr. Başqa bir yolla deyək. Deyir ki, elə birbaşa çevirək eləyək. Bir tilimiz 10 santimetrdir. Düzdür? 10 santimetr ilə 1 desimetrdir. Belə də yaza bilərik. 10 santimetr 1 desimetrdirsə, burada 12 dənə 1 var. 12-ni 1-ə vurub, yenə də 12 desimetr ala bilərik. 10-cu sualımız. Su ilə tam doldurulmuş qab 40 qram, boş qab 10 qram olarsa, yarıya qədər doldurulmuş qab neçə qramdır? Aha. Bax, 40-ın içində həm qab var, həm su var. Qabı bilirik ki 10 qramdır. Qab 10 qramdırsa, onda içindəki su 40-dan 10 çıxanda nə edir? 30 qram edir. İçindəki su 30 qram edir. İndi burada suyun yarısı verib. Yəni 30-un yarısı eləyir 15 və qabın özü eləyir 10. İkisi bir yerdə neçə eləyəcək? 25. D variantını götürdük. Bir də izah edirəm. Qab su ilə bir yerdə 40-dır. Bu 40-ın 10-u qabdır. 40-dan 10-u çıxdım. Tapdım ki, ancaq su 30-dur. Bütün su 30-dursa, suyun yarısı eləyir 15. Və qabın özü də var axı. Qabın özü də 10. İkisi bir yerdə eləyir 25. Cavab
D bəndində verilmişdir. Bu səhifədəki tapşırıqlarımız bu qədər. Ümid edirəm ki, tapşırıqları tam şəkildə başa düşdük.